Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu kavli. Allah Teala bizden bu Əhl-i Beyt üçün, İmam Hüseyin üçün saxladığımız əzadarlıqları qəbul eyləsin inşallah. Allah Teala bizi həmişə bu yolda sabit qədəm olan möminlərdən, müsəlmanlardan eyləsin. Keçən gecələrdə qeyd etdik ki, biz Kərbəladan dərslər almalıyıq, nəticə çıxartmalıyıq. Bu məclislər ona görə qeyd olunmur ki, biz vaxtımızı keçirdək, ya bu bizim adətimizin bir hissəsidir. Bu məclislər ona görə qeyd olunur ki, biz nəticə çıxardaq. Bu məktəbdən dərslər alaq. Kərbəlanın, imamın qiyamının insanlara bəxş etdiyi digər bir dərs isə izzət dərsidir, əzəmət dərsidir. Allah insanı şəxsiyyətli bir varlıq yaradıb. Allah insanı izzətli bir varlıq yaradıb. Heç bir insanın, heç bir şəxsin haqqı yoxdur ki, öz izzətini ayaq altına atsın. Mən bunu Peyğəmbərimizin, imamlarımızın buyurduqlarına əsaslanıb deyirəm. İzzət, şəxsiyyət fitri bir dəyərdir. Bütün insanlar dəyərli, izzətli, şəxsiyyətli insanları sevirlər. Niyə? Çünki bu fitridir. Ayətullah Cavad-ı Amuli deyərdi, ola bilsin, kimsə mənim dilimi başa düşmür. Biri fars dilində danışırsa, fars dilini bilməyən təbii olaraq başa düşməz. İngilis dilində danışanı ola bilsin, İngilis dilini bilməyən başa düşməsin. İndi düzdür, vasitələr, bugünkü imkanlar bu şəraiti yaradır, insan rahat öyrənə bilər. Amma biri İngilis dilində danışırsa, digəri bilmirsə, təbii olaraq anlamayacaq o nə deyir. Amma bir dil vardır, beynəlxalq dildir. O fitrət dilidir. Ədalət dilidir. Ədaləti hamı başa düşür. Sən əgər ədalətli olsan, hansı millətə mənsubsan, hansı millətin nümayəndəsisən, o rol oynamır. Düşüncəli, ağıllı insan sənin rəftarından, sənin davranışından, sənin kim olduğu başa düşəcək. Şəxsiyyət beynəlmiləl bir dəyərdir. Kim şəxsiyyətini ayaq altına atsa, onu nəyəsə dəyişsə, o insan bütün insanların gözündən düşər. Ola bilsin, kimlərinsə xəbəri yoxdur, bilmir, o insanla hələ dostluğunu saxlayar, ona ola bilsin bir yaxşı insan gözündə baxar. Ya da onun kimi bir insandır o da. Su axara çuxurun tapar. Su axar çuxurun tapar. Şəxsiyyət nədir? Bu özü mühüm bir məsələdir. Psixologiyada deyirlər, şəxsin cəmlə müqayisəsində şəxs anlayışı ortaya çıxır. Diqqətlə qulaq asın. Bir şəxsi cəmlə götürəndə, müqayisə edəndə
O cəmdir, toplumdur, bu da şəxsdir, fərddir. Şəxsiyyət isə fərdin, şəxsin cəmiyyətlə olan münasibətinə deyilir. Bizə deyirlər, şəxsiyyəti yoxdur, o ifadə var, biraz kobud səslənir. O nəyə görə deyilir? Bir insan üçün əgər insanların haqlı baxışı, haqlı nəzəri əhəmiyyət daşımırsa, deyirlər, o insanda şəxsiyyət yoxdur. İnsanların ola bilsin, haqsız bir tələbi, bir baxışı ola sənlə bağlı. Söhbət ondan gelmir. Bir də var, yox, xalqın gözü tərəzidir. Xalqın səndən gözlədiyi haqdır. Onların bu haqqı var səndən onu gözləyərlər. Sən, məsələn, yalan danışırsan, insanlar sənə pis baxır. Sən oğurluq edirsən, pis baxırlar. Sən haqqa girirsən və s. Sən əgər desən, mənim vecimə deyil, mən üçün əhəmiyyəti yoxdur məsələlərin, bu insana psixologiyada şəxsiyyətsiz insan deyilir. Şəxslə cəmin müqayisəsində şəxsiyyət anlayışı ortaya çıxır. Görürsünüz bəzən cəmiyyətdə, bəzi insanlar var, onlar üçün önəmli deyil. Onlara deyilir ki, bütün insanlar deyir, böyük əksər insanlar deyir, ya sənin yediyin haramdır, sənin elədiyin günahdır, ədalətsiz mövqedir. Onun üçün əhəmiyyəti yoxdur. Bu insanlar şəxsiyyətini itirmiş insanlardır. İzzətini ayaq altına atmış fərdlərdir. Və əgər insanlar bu cür böyüyərlərsə, sayları artarsa, cəmiyyət uçuruma getmiş olar. Ariflərdən biri deyir, minmişdim atıma, yol gedirdim. Qabağıma çay çıxdı. At gəldi, çaya çatdı. Ayağını qoydu suya, dayandı. Deyir, biraz vırdım heyvanı ki, hərəkət eləsin. Dedim, bəlkə qorxur. Nəsə baş verir, nəsə gördü. Gördüm, yox, heyvan hərəkət eləmir. Qabağa getmir. Düşdüm atdan, yaxınlaşdım, gördüm. Atın öz şəkli düşüb suya. Öz şəklini görür. Ayağını öz üstünə qoymaq istəmir. Şəxsiyyət budur. Şəxsiyyətsiz insanlar hər gün öz ayağını öz vicdanının üstünə qoyur. Öz həqiqətinin üstünə qoyur. Axı sənin daxilində bir varlıq var, biz ona vicdan deyirik. Vicdan vəcədə sözündəndir. Tapmaq mənasınadır. Sən onu tapırsan, içində görürsən, hiss edirsən. O fəryad eləyir, o etiraz edir. Sən elə hər dəfə ayağını qoyursan onun üstünə. Səsini kəs. Ona görə böyüklərimiz deyirlər, başını yastığa qoyanda nə düşünürsən? Yəni onda ki, evdəsən, təksən, indi bütün o təsirlər də sənə yoxdur, uzanıbsan, rahat düşünə bilirsən, o vicdan səni narahat edir, onda nə eləyirsən? O pilot ki, atom bombasını Yaponiyaya attı, 2 şəhərini dağıtdı, insanları kütləvi olaraq qırdı, qayıdır Amerikaya, barəsində oxuyun. Amerika rəsmiləri onu təltif eləyirlər. Ona hədiyyələr verirlər, onun rütbəsini yüksəldirlər, pul verirlər və s. Deyir, öz yaddaşında, məktubunda yazır ki, mən özümə qəsd edirəm. Amerika dövlətinin bütün bu diqqətləri məni azad edə bilmədi, məni xilas edə bilmədi. Mən dözə bilmirəm. Bu vicdanım məni rahat buraxmır. Ona görə də məni qınamayın, mən özümə qəsd edirəm. Qəsd etməmişdən qabaq məktub yazır. Deyir, mən gördüm o insanlar necə yanırlar.
o hadisə yadıma düşəndə mənim vicdanım məni boğur. Şəxsiyyət çox önəmli bir varlıqdır. Allah insanın vücudunda bunu qoyub. Özlədir fitratallahi'lleti fataran-nase aleyha. Fitrət sözü özü xüsusi yaradılış mənasına gəlir. Bir ümumi yaradılış var. Biz heyvanlarla müştərəkik. Yeməkdə, içməkdə, yatmaqda, şəhvətdə. Bu heyvanlarla biz müştərəkik. Bir də xüsusi bir yaradılış var. Və nəfəxtu fihi min ruhi. Allah öz ruhunu üfürüb bizə. Ona fitrət deyir. Sən onu aldada bilməzsən. Atla fəlsəfinin qəşəng bir fikri var. Deyir, insan bir günahı həyata keçirəndə 3 mərhələni keçir. 3 dəfə vicdanla üz-üzə qalır. Birincisi, o cinayəti, o günahı etməmişdən öncə. Selamun aleyküm və rəhmətullah. Nə qədər ki, o günaha aludə olmayıbsan, o şəxsin haqqına girməyibsən, vicdan məhkəməsi səni mühakimə edir. Səni çək-çevir edir. Səninlə çənəboğaz olur. Eləmə. Lazım deyil. Səhvdir bu. Deyir, bu birinci mərhələdir. İkinci mərhələsi isə o cinayəti etdiyin vaxtdır. O dəqiqələr, anlardır. O günaha aluda olduğun o müddətdir. Orada da səndən vuruşur. İndi nə qədər bacarırsa. Üçüncü bir mərhələ isə insan cinayəti edəndən sonra vicdan yenidən onun yaxasından yapışır. Əslində buraxmır, biz 3 mərhələyə ayırırıq, bölürük. Onu buraxmır, ta axıra qədər insanı buraxmır. Ona görə gedib qəsd eləyib özünü. Biz deyirik, filan kəsin şəxsiyyəti yoxdur. Əslində bu bir dəqiq ifadə deyil. O itmir, o zəifləyir. O vicdan hissi, o şəxsiyyət hissi, o aradan gedmir. Quran çox gözəl bunu təbir eləyir. Çox dəqiq bir ifadə ilə bunu bizə çatdırır. Deyir, və nəfsin və mə səvvəha fəəlhəməhə fucurəhə və təqvəhə qəd əfləhə mən zəkkəhə və qəd xabə mən dəssəhə. And olsun nəfsə və onu yaradana. Və nəfsin və mə səvvəha fəəlhəməhə fucurəhə və təqvəhə. Allah o nəfsə həm təqvanı ilham edib, həm də günaha meyliliyi. Sonra deyir, qəd əfləhə mən zəkkəhə. Hər kəs o nəfsi budasa, zəkka sözü, təzkiyə sözü budamaq mənasına gəlir. O nəfsi öldürmək lazım deyil, nəfsi kökündən kəsib atmaq lazım deyil. Budamaq lazımdır onu. Bax, necə insanda təzyiq qalxanda problem yaradır, düşəndə də eyni ilə problem yaradır. 80-120 olmalıdır. 80-dan aşağı düşdükcə problem başlayacaq. 120-dən də qalxdıqca başlayır problem yani. Bunu budamalısan, qoymamalısan, aşağı düşə, yuxarı qalxa. İnsanda olan hisslər də elədir. Bu hissləri Allah bizə verib, insan belə yaradılır. İnsanda şəhvət hissi olmalıdır, tamah hissi olmalıdır, sevgi hissi olmalıdır, kədər hissi olmalıdır. Amma bunlar həddini aşanda sən onu budamalısan. Onun qabağını almalısan. Qəd əfləhə mən zəkkəhə. Hər kəs nəfsini budasa, təskiyə etsə, mütədil saxlasa, o xilas olmuşdur. Və qəd xabə mən dəssəhə. Dəssah sözü bir şeyi dir-dir bastırmağa deyilir.
Ona görə də ərəblər qız uşaqlarını diri-diri bastıranda Allah Teala onların o əməlinin səhv olduğunu ifadə etmək üçün bu sözdən istifadə edir. Deyir, əm yədussuhu fit turab. Onlar dəsisə edirdilər. Onlar uşağı diri-diri bastırırdılar. Görün, əm yədussuhu fit turab deyir. Onlar diri-diri uşağı bastırdılar. O əməli ifadə etmək üçün dəssa sözündən istifadə edir. Burada da deyir, sən də fitrətli ki bastırırsan, vicdanını ki bastırırsan, o uşağı bastırmağa bənzəyir. Necə o uşağı bastıranda o uşaq fəryad eləyirdi, sənin vicdanın da fəryad eləyir. O ərəb ki gəldi Peyğəmbərə danışdı, dedi, mən qız uşağımı apardım. Eşidibsiz, bu çox deyilib. Apardım, qəbrini qazdım. Uşaq da baxırdı, bilmirdi. Qoydum uşağı qəbrə. Sonra başladım qumun üstünə tökməyə. Peyğəmbərə danışırdı bunu. Təsəvvür eləyin də, indi uşağı qoyub o çalaya, qumu tökür üstünə. Allah vicdanı da o uşağa bənzədir. Şəxsiyyəti də ona bənzədir. Deyir, sən ki günah eləyirsən, ha? Sanki elə o bastırmaq istədiyin uşağın başına qumu, torbağı tökürsən. O necə fəryad eləyir, o sənin vicdanın da, şəxsiyyətin də, o mahiyyətin də elə fəryad eləyir. Axı, sən nə eləyirsən? Sən cinayət eləyirsən. Sən səhv eləyirsən. Odur, ayətlər fəlsəfi deyir ki, 3-cü mərhələdə də vicdan səni buraxmır. Yəni, cinayət edəndən sonra da gəlib yaxlaşır yaxından. Sən nə etdin? Tövbə elə. Qayıt ki. İnsanın bu can məmləkətində 2 səfiri var. Bir Allahın səfiri var, bir də şeytanın səfiri. Bu can bir məmləkətdir. İstəyirsən biləsən, sən Allahla dostsan, ya şeytanla, Allah eləməsin, bax ki, kimin səfiri hardadır? Kimin səfirini qovmusan? Ölkələr arasında hər hansı bir problem yarananda, o problemi məsələn daha şiddətlənəndə, ixtilaflar artanda, başlayırlar bir-birlərinin səfirlərini qovmağa, geri çəkməyə. İndi sən gör günən sənin vicdanın var, yoxsa içində şeytanın var. Kimin səfiri sənin qəlb məmləkətində göstəriş verir? Kiminlə dostsun sən? Salavat-ı kirin Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə səlli əla Əgər biri günah eləyirsə, bu o deməkdir ki, o səfiri qovur, Allahın səfirini qovur. Ona qarşıdır. Bu çox önəmli bir məsələdir. Bu mövzumun girişidir. Bizim 2 şəxsiyyət vəsiqəmiz var. Düzdür, mənim bu barədə biraz öz yanaşmam var. Əslində şəxsin vəsiqəsidir. Bu bizim əlimizdə olanlar. Göstərir ki, orada doğulubsan, nə vaxt doğulubsan, aton kimdir? Soyun nədən ibarətdir? O şəxsin vəsiqəsidir. Amma şəxsiyyətin vəsiqəsi şəxsiyyət vəsiqəsi. Bu qayıdır insanın şəxsiyyətinə, onun mənəviyyatına, onun daxili aləminə. Şəxsiyyət vəsiqən filan göstərə bilərsən. Amma biz soruşanda biri haqqında, deyəndə ki, filan kəs kimdir? Adətən onun şəxsiyyət vəsiqəsini soruşuruq. Məsələn, birinə qohum olmaq istəyir, qızını almaq istəyir, qız vermək istəyirdir. Kimdir o?
Bir vaxt deyirəm kimdir? Deyirsən ki, filan kəsdir, filan kəsin oğludur. Bu onun şəxsin vəsiqəsidir. O adamın özünü sən bizə tanıtırırsan. Amma bir də var ki, bəzən biz insanın şəxsiyyətini tanımaq istəyirik. Bu kimdir? Bunun keçmişi nədən ibarətdir? Kimin oğludur? Atası necə olub? Söhbət onun tarixindən gedir, onun getdiyi yoldan gedir, əqidəsindən gedir, xəttindən gedir, onun cəmiyyətdə olan mövqeyindən gedir. Bir də o bizə gizli qalan, hamının qəlbində olan bir şəxsiyyət vəsiqəsi var. Kərbalada şəhid olan o mücahid insanlar şəxsiyyətli insanlar idi. Onlar həyatında izzətlərini qorumuşdular. Mən də danışacağım, bugün nə qədər çatdıracağım, bu arada danışaram. Dərin bir mövzudur. İnsan əgər öz şəxsiyyətini cəmiyyət arasında qoruya bilməzsə, pula, vəzifəyə, şan-şöhrətə satarsa, o insandan şəhid olmaz ki. O Kərbala yolunda deyil ki, 100 dəfə Kərbala gedəkən. İmam Sadiq ağa buyurur, İzzul mu'mini istiğna'uhu anin nas. İnsanın izzəti insanlardan ehtiyatsız olmağındadır. Necə insanlardan ehtiyatsız olmaq olar? Ümumiyyətlə, insanı Allah yaradıb ictimai bir varlıqdır. Biz bir-birimizə möhtacıq. Biri müəllimdir, biri həkimdir, biri ustadır. Yox, ictimai bağlılığı demir. Fitri bağlılığımız var bizim. Allama Tabatabai Əl-Mizanda bəhs edir. Bəziləri deyir ki, insan ictimai bir varlıqdır. Mən deyirəm, yox, fitri bir varlıqdır. Elm də bunu sübut edir. İctimai varlıqdır bu mənada ki, siz həkimsiniz, o müəllimdir, o ustadır, o sürücüdür. Bizim birimizə ehtiyacımız var deyə bir-birimizdən əlaqəmiz var, rabitəmiz var. Allama deyir, yox, bu deyil. Bu əsl səbəb deyil. Əsl səbəb budur ki, insanların bir-birinə ehtiyacı var. Fitri ehtiyacı var. İnsan təcrid olursa, cəmiyyətdən qırağa çəkilirsə, tək yaşamağa meyillidirsə, o xəstədir. Bugün psixologiya deyir, o xəstədir. Sağlam insan o insandır ki, o cəmiyyətlə ünsiyyətdədir. Bir neçə gün bundan qabaq, mən sosial şəbəkələrə baxanda, Instagramda belə bir şey qabağıma çıxdı. Dünyanın ən 5 savadlı həkimlərini seçiblər. Mənim üçün maraqlı idi. Bu həkimlər deyəndə kimlər nəzərdə tuturlar? Yadımda qalanları deyərəm. Başladılar, dedilər, birinci, ən güclü həkim gündür, günəşdir. Gündə, gün altında qalmaqdır. Günəş enerjisini almaqdır. Deyir, bu birinci həkimdir. Özü ən güclü həkimdir. İkinci budur. İnsan sağlam yiyə. İstəyirsən xəstələnməyəsən. Axı bir var, insan xəstələnir, gedir həkimə. Ən yaxşısını axtarır, ən güclüsünü axtarır. Bir də var ki, bunların dedikləri, bu təklifləri çox ağıllı və məntiqli bir təklifdir. Deyir, birincisi, profilaktik sənin tədbirin olmalıdır. Sən niyə xəstələnməlisən ki, həkim axtarasan? Sənə mən elə bir resept verirəm ki, sən heç həkimə sənin ehtiyacın olmaz. Birinci, gün altında gəz. Günün enerjisini al. İkincisi, sağlam ye. Üçüncüsü, vaxtı yaxtında yat, səhər tez dur. Dördüncüsü, idman elə. Beşincisi, insanlarla ünsiyyətdə ol. Bu ən yaxşı həkimdir. Əgər bir insan cəmiyyətdən qırağa çəkilirsə, təcrid olunursa, bu xəstəliyin əlamətidir. Bu adam deməli öz-özünə danışır. Mən bu prosesləri keçmişəm deyə danışıram sizə. Oxuduqlarımı demirəm, yaşadıqlarımı deyirəm. Tək qalmışam,
məhdudiyyətdə olmuşam, bilirəm ki, insanlara nə qədər ehtiyacı var. Və sosial şəbəkələrdə də mən baxanda gördüm, bunlar bu imamlarımızın tövsiyələri. Deyir ki, 5-ci həkim isə insanlarla ünsiyyətdə olmaqdır. Əllamə Təbətəbayi Əl-Mizanda Əl-İmran surəsinin sonuncu ayəsinin təfsirində bu barədə danışır. 200-cü ayə, sonuncu ayəsində, Rabitu sözünün təfsirində. Geniş və ətraflı danışır. Bu mənada demir imam, insanlardan ehtiyacsız olasan. Yox, insanların içində olasan, insanlarla ünsiyyətdə olasan, insanlardan enerji alasan, insanlara enerji verəsən. Amma zəlil olmayasan. Birinin varını görəndə gözün ona düşməsin. Gözünü çək varından, əyilməklə, sınməklə, iradəvi itirməklə, şəxsiyyətvi satməklə. Sanki heç nəyi yoxdur. İzzətli olmaq budur. Deyir, istəyirsən izzətli olasan, gözünü çək. Adam bəzən elə şeyləri görür. Əvvəldə dedim, beynəlxalq bir dil var, bu beynəlxalq bir dildir. Kimdən soruşsan, desən ki, məsələn, elə bir mömin var, müsəlman var, Allah eləməsin, ruhanidir, varlığını görür, qasıqdalı isə. Nə deyərlər ona? Heç İslamdan xəbəri olmayan deyər ki, qaytar geç. Bu fitridir. Buna deyirlər, beynəlxalq bir dildir. Hamı onu başa düşür. Mən o Azərbaycanda həbsdə olanda bir Vəhabi də orada var idi. Özü çox radikal idi. Orada biri var idi, o həbsxananın işçilərindən biri, vəzifəsi də var idi, daha istəmirəm adlarını çəkim. Mənə dedi, hacı, bunun dini yoxdur. Bunun namazı, nə namazdır qılırım? Deyirəm, axı, sən adam bilirsən, nə namaz qılansan, ümumiyyətlə, nə məlumatın var bu məsələlərdən, Vahabi nədir, Şiə nədir? Deyir, bilmirəm ki, heç nə mən bilmirəm, amma mən görürəm, hiss edirəm ki, bunun yolu düz deyil, bunun əqidəsi düz deyil. Dedim, hardan bilirsən? Deyir, görürəm, namaz qılır, mənə görə qılırım, Allaha görə qılmır. Mən onu görürəm, deyir. Nə din xəbəri var, nə İslamı oxuyur. Amma bir aparat var insanın içində. Onu Allah qoyur. O da ixlaslı bəndə axtarır. Deyir, bu mənə görə, ona görə eləyir. Görür ki, məsələn, buranın işçiləri gəlir, başlayır namaz qılmağa, bir an uzadı qılır. Müəyyən hərəkətlər eləyir. Deyir, ona görə deyir, mən deyir. Kərbəla məktəbi bizə izzət öyrədir. İzzət nədir? Şəxsiyyət öyrədir. Şəxsiyyət nədir? Şəxsiyyət budur ki, sən pula görə, maddiyyata görə öz o şəxsiyyətini alçaltmayasın. Mən yaşadıqlarımı istədiyim, elə adamlar gördüm ki, istedadları çox güclü, imkanları da var, yəni inkişaf etmək üçün şərait də var, dəstək də var, amma tamakarlıqdan zəlil oldular. Zəlil oldular. Və bu da Allaha olan imanın zəifliyindəndir. Mərifətullah çox önəmli bir nemətdir. Allahı tanısan, sən zəngin olarsan. Özü güclü hiss eləyərsən. Allahı tanıyan deyir, ruzi Allahın əlindədir. İnnallah var razzaqı zul quvvətil mətin. Allahdır ruzi verən. Bu başqasını bilir. Peyğəmbərimiz buyurur, Allah Teala favvada iləl mu'mini umurahum kullaha. Allah bütün işləri möminin özünə tapşırır. Allaha təvəkkül elə, qabağa gedərsən.
Və ufavvidu əmri ilallah, Allaha biz təvəkkül eləyirik. Sonra Allah deyir ki, sənin özündə bu potensial var, mən sənə bu gücü vermişəm. Yolun açıqdır. Amma sənə belə haqq verməmişəm. Və ləm yufavvid eləyhi ən yudzillə nəfsə. Heç kim haqq verməmişəm ki, özünü zəlil eləsin. Öz şəxsiyyətini alçalsın. Onun bunun qabağında. Quranda bir ayə var, Bəqərə surəsinin 273-cü ayəsidir. Lil-fuqara'illezine uhsiru fi sabilillahi la yastati'una darban fil ard. Deyir, imkanı olmayan kasıblara kömək eləyin. Ay müsəlmanlar, dəstək olun. Xüsusilə o insanlar ki, çörək qazana bilmir. Ya xəstədir, ya təzə gəlib, ya işləyirdi, problemə düşüb. Kömək eləyin, dayaq durun. Lil-fuqara'illezine uhsiru fi sabilillahi la yastati'una darban fil ard. Yahsabuhumul cahilu aghniya'a minat ta'affuf. Xüsusilə məqsədim bu cümlədir. Deyir, onlar o qədər iffətlidirlər, o qədər şəxsiyyətlidirlər ki, sən qıraqdan baxandan can, bunun nə qədər pulu var? Bu nə zəngin adamdır. O qədər özünü o ağır aparır, o qədər zəngin aparır. Yahsabuhumul cahilu aghniya'a minat ta'affuf la yes'alunən nase ilhafa. Ta'rifuhum bisimahum. Onların dil üzündən tanıyarsınız onları. La yes'alunən nase ilhafa. Onlar heç vaxt insanlardan təkidlə bir şey istəmirlər. Bizim aramızda elə qardaşlarımız var. Elə eləməyək ki, gəlsin, əlini atsın. Mən də verim, Allah məni cənnətə apar deyir. Sən onun şəxsiyyətini sındırdın. Sən bilirsən, bunun ehtiyacı var. Kömək elə. Kartla ata bilərdin də, indi gətirib, niyə onun əlinə verirsən, üzünə baxırsan? Bax, biz şəxsiyyətli cami olmasaq, biz qabağa getdikcə sınarıq, məhv olub gedərik. Kərbalada vuruşan insanlar öz şəxsiyyətini qorumuşdular. Alimlərdən biri deyir. Onlar deyir, şəhid kimi yaşamışdılar, şəhid kimi öldülər. Bu böyük sözdür. Gərək şəhid kimi yaşayasan. Şəhid kimi ölə biləsən. Onlar ki, şəhid kimi yaşamamışdılar. Ona bunu əl açmışdılar. Şəxsiyyətini satmışdılar. Onlar elə yarı yolda qaçıb imam tək qoydular. Bu birinci məsələdir. İnsanın öz vəzifəsidir, öz şəxsiyyətini qoruya. İkinci məsələ budur ki, bizim də vəzifəmiz budur ki, möminlərin, müsəlmanları fikirləşək, onların şəxsiyyətini alçaltmayaq. Xüsusilə bu maddi məsələlər, bilirsiniz də, çox aktual məsələlərdir. Birinin olar, birinin olmaz. Ümumiyyətlə, fəlsəfə bundan ibarətdir ki, Allah birinə verir, o birisinə az verir ki, bunu da imtihan edir, onu da imtihan edir. Sənə deyir, ver, ona da deyir ki, səbirli ol ki, çalış ki. Bir gün İmam Əli əleyhissalam oturmuşdu cəmiyyətlə belə, bir nəfər daxil oldu, dedi ki, mən başqa şəhərdən gəlmişəm. Burada əlimdə olanları itirmişəm. Şəhərimə, evimə qayıtmağa imkanım yoxdur. Sizdən biri mənə kömək eləsin. Xüsusilə, təbii, onlara İmam Əliyə deyirdi. İmam da baxdı ona, dedi, otur. Oturdu. Cəmiyyət gedəndən sonra Süleyman adlı bir şəxs deyir, İmam Əli əleyhissalam girdi otağa. Girdi otağa. 200 dirhəm götürdü, deyir, qapının arxasında qaldı, deyir, o adamı çağırdı, verdi ona, onun üzünə baxmadan. O adam deyirdi ki, mən qaydaram, evdə pulum var, göndərər. İmam dedi, yox, mən sənə bunu sədəqə ver. Süleyman deyir, mənim üçün sual oldu, niyə İmam Əli belə elədi? Deyir, cəmaatı gözlədi, geçsinlər, bunu başa düşdüm, amma otağa girdi. Qapını açdı, əlini çıxartdı, ona baxmadı.
onu bu şəkildə ona verdi. Niyə imam belə elədi? Bir soruşdum imamdan. Ya Ali, niyə sən belə o pulu ona belə verdin? Onu yola salmadın, onu qucaqlamadın, onu öpmədin. İmam buyurdu, ondan mühüm bir məsələ vardı. Məxafətən ərə zullə sual fi vəci. İstəmədim. Onun üzünə baxım, onu utandırım. Zullə sual, yəni istəmədim elə vəziyyət yaransın ki, o özünü aşağı hiss eləsin mənim yanımda. Bundan çəkinib belə etdim. Mən dəfələrlə İmam Əli əleyhissalamın həyatında bunu oxumuşam. Biri nəsə istəyirdi imamdan, imam buyurdu, dayan, yaz yerə. Getdi, yazdı, gəldi, oxudu, nə istəyir. Orada da soruşdular, deyir ki, onun şəxsiyyətini qorumaq lazımdır, qarşı tərəf. Bu evdən başlayır, uşaqdan başlayır. Biz əgər İstəyiriksə bizim balalarımız, övladlarımız, nəslimiz bu yolda ola, sabit qədəm ola, şəxsiyyətli ola, gərək evdə uşağın şəxsiyyətini alçaltmayaq. Bu evdən başlayır. Niyə Kərbalada olan o mücahidlər belə mübariz idilər, qorxmaz idilər, izzətlərini sona qədər qorudular? Niyə? Onlar təsadüfi belə deyildilər. Əbəlfəz ağanın o əzəməti təsadüfi deyildi. O tərbiyəni almışdı. Sən evdə uşağı alçaldırsan, qorxudursan. Xüsusilə bu barədə mən danışacağım, Allah qismət eləsə. İnsanları iki cür idarə etmək olur. Bir qorxutmaqla, bir də sevgi ilə. Üçüncü yol yoxdur. Ona görə türmədir, nə bilim, bu topdur, tüfəngdir, polisdir. Bu vasitələrinin bəzi insanlar onları sevgi ilə mümkün deyil. Gərək olsun polis də, gərək türmədə olsun. Amma İslam deyir, birinci gərək insanları məhəbbətlə idarə eləyəsən. Sevgi ilə. Bu başlayır bizim ailəmizdən, uşaqlardan. Sən o balacaları evdə qorxudub idarə edə bilərsən, bir də yox, onları sevib, sevgi ilə idarə edə bilərsən. Qorxu birinci olmamalıdır. Qorxusu olmalıdır, amma arxa tərəfdə durmalıdır. Birinci sevgidir. Uşaq atadan sevgi görəndə, anadan sevgi görəndə ki, onunla dostsan, söz eşidəcək. Peyğəmbərimiz, imamlarımız niyə uşaqlarla oynayırdılar? Peyğəmbər kimi bir şəxsiyyət, təsəvvür edin bir. Biz bunları eşitmiş ola bilsin. Bizdə təəccüblü gəlmir. Amma görsəydi, deyərdi, bu boyda şəxsiyyətə uşaqla oynayır. Nə qədər hədislərdə var, Peyğəmbərimiz namaz qılanda İmam Həsən, İmam Hüseyin ağa səcdəyə gedəndə Peyğəmbər çıxırdı kürəklərinin üstünə. Kürəyinin üstünə çıxırdı. Peyğəmbər gözləyirdi. Peyğəmbər oynayırdı uşaqlarla. Niyə? Bax, dostun sözünü eşidir. Fərq etmir, böyüdür ya, kiçikdir. Dostlar bir-birinə təsir edə bilirlər. Peyğəmbər uşaqla dostluq eləyirdi ki, onun sözünü eşitsin. Sən evdəsən, uşaqla oynamırsan, uşağa diqqət ayırmırsan, əlbəttə o sənin sözünü eşitməz. O səni dinləməz. Sən onunla dostluq elə. Niyə o dostun sözünü eşidir, sənin sözünü eşitmir? Dost davaya da deyir, gedir davaya onu. Hara deyir, gedir dostu ilə. Amma sən deyirsən, gedmə, dayan, yox, qulaq asmır. Bəzilərinə qulaq asmırlar da. Niyə? Çünki sən uşaqdan uzaqsan, uşaq səni ayrı bilir. Sən uşağı dinləməyibsən. Və tövsiyə ona görə olunur ki, evdə bir uşaq olmasın. İndi də mod düşüb. 2 uşaq olsun, 3 uşaq olsun ki, uşaq uşaqla oynasın. Uşaq uşaqla danışsın. Uşağa bir şey verəndə ondan bölüşsün. Uşağı qorxudursan, onun iradəsini sındırırsan, şəxsiyyətini alçaldırsan, tabe edirsən özünə, elə bilsən yaxşı iş görürsən. O cəmiyyətə çıxdı elə olacaq. Sən onu burada sındırdın, onu əzdin. Onu azad böyütmədin.
O travma alıb. Ona görə qorxaqdır. Əbəlfəz ağa, ona görə Əbəlfəz ağa idi ki, o düzgün təlim, tərbiyə görmüşdü. Ona görə şücaətli idi ki, ona görə dirənirdi, sona qədər vuruşdu ki, o elə formalaşmışdı. Evdə onun belə böyütmüşdülər. Adam başqa istifadə etmək istəmir. 200 nə gəl 2-dir. Evdə uşağı qorxudub, öz tabeliyibə gətirirsənsə, şöyle çıxdı, həman adam olacaq. Uşağın şəxsiyyətini sındırıb, onu təhqir edirsənsə, o məktəbə getsə, ola bilsin də orta məktəbdə olmuş, hamımız oxumuşuq. Adam əvvəl bilmir ki, öyrədirlər adamı. Bir dəfə düz yazmışsan, 2 dəfə. İndi o 2 dəfə düz yazmasa, müəllim deyir ki, sən kütsən, sən elə bilmirsən, deyir, elə ata da evdə mənə onu deyirdi, mən kütəm də elə. Getdi, uşaq məhv oldu, getdi. Artıq onun beyninə yazdı. Niyə deyirlər, yaxşı ad qoyun uşaqlarınıza? Adın təsiri var insanın şəxsiyyəti üzərində. Uşaq eşidəndə ki, mənim adım Əbəlfəzdir, mənim adım Əbəlfəzdir, mən kimin adını daşıyıram? Təsir alır. Demirəm 100% təsiri var, 50% təsiri var. İnsan var, onda 60% təsiri var. Təsiri var. Onun ki, Peyğəmbərimiz buyur, Quranı öyrədin, yuhassinə ismə, ona yaxşı ad qoyun. Övlada yaxşı ad qoyun. İnsanın şəxsiyyətinin düzgün formalaşmasında təlim, tərbiyənin xüsusilə evdə təsiri var. Evdən başlayır. Evdə düzgün təlim, tərbiyə versən, o cəmiyyətə çıxanda, məktəbə gedəndə də onu göstərəcək. O vaxt orta məktəbdə biz oxuyanda görərdi, müəllimlər deyərdi bəzi uşaqlara, evində bu tərbiyəni görübsən də, səhv də demirdilər. Evdə nə veribsən, onu gəlib göstərir. İzzətli övlad böyütmək üçün, şəxsiyyətli nəsil yetişdirmək üçün gərək evdən başlayaq, məktəbdən başlayaq, bağçadan başlayaq, məsciddən başlayaq. Salvat ki, Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali. İndi vay o günə ki, uşaq görür ki, bunun atası haram pul evə gətirir. Bunun atası pul qazanmaq üçün səhərdən axşama qədər yaltaqlıq eləyir. Pul qazanmaqdan ötürü onu bunu aldadır. Uşaq da görür deyil də bunu. O uşaq zədələndi. Uşaq görəndə ki, bunun atası qorxaqdır, o da qorxaq böyüyəcək. Görsə ki, atası aldadır, haram pul evə gətirir, o da haram pul gətirəcək. İndi siz davam eləyin. Tamakardırsa uşaq da tamakar olacaq. Yalancıdırsa uşaq da yalancı olacaq. Xaindirsə uşaq da xain olacaq. Çox nadir hallarda uşaq fərqli ola bilər. Yuxricul hayyə minəl məyyit ayəsində bəzi alimlər deyib hədislərə istinadən, bəli, Allah ölüdən diri çıxardı, deyirlər belə. Bəzən görürsən ki, bir validin pisdir, uşağı yaxşıdır, əksi də olur. Validin çox yaxşıdır, Nuh Peyğəmbər kimi, amma övladı Kənan da olur. O, çox nadir hallardadır. Amma sən nə olsan, sən uşağı elə böyüdəcəksən, evdə yalan danışırsan, qeybət eləyirsən, o da elə böyüyəcək. Bir səhv adət ənənə də bizdə var. Böyüklərin yanında siqaret çəkmirik, kiçiklərin yanında çəkirik. Bəli, böyüklərin yanında siqaret çəkmək yaxşı deyil. Ondan da pis sən nədir? Uşağın yanında çəkirsən. O böyüyə sən təsir edə bilməzsən. Çəkirsən, o çəkirsə çəkir. Çəkmirsə sənin təsirinə düşməz. Çox nadir halda ola bilər. Amma uşaq isə onu səndən qapar. Maqnit kimi çəkər üzrə. Bu böyük, mənim dayımdır, əmimdir, xalam oğludur. Bu siqaret çək demə, bunu eləmək olar. Nə edirik? O fars dilində bir şey var. Deyir, dünya bir dağdır. Səs çıxardırsansa,
o dağa dəyib, qayıdır sənə. Nə edirik? Elə özümüzə qayıdır. Hamamda bəziləri yaxşı oxuyurlar da, hamamda oxuyanda səs qayıdır insana. O dünya elə bir hamam kimi bir şeydir. Nə etsən, sən özünə qayıdacaq. Məsələ izzət məsələsidir, şəxsiyyət məsələsidir. Kərbəlada vuruşan, sona qədər dayanan insanların şəxsiyyəti var idi. Onlar o şəxsiyyətlərini qorumuşdular. Pula qurban verməmişdilər, sərvətə qurban verməmişdilər, şöhrətə qurban verməmişdilər. Şəxsiyyəti qorumuş olsan, bəli, sən Allahın dərgahına alnıaçıq uzaq gedəcəksən. Yox, əgər sən burada şəxsiyyəti itirirsənsə, borc alırsan, əvvəla borc almaq İslamda məsləhət deyil, yaxşı deyil. Borc vermək savabdır, amma borc almaq məkruhdur. İndi alıbsan, çətin bir vəziyyətdə düşürsən, alıbsan. Sən onu niyə vaxtında qaytarmırsan? Bəziləri atır, bəziləri aldadır, namaz da qılır. Sən indi burada elə izzətini itirdin. İmam Hüseyin ağa deyəndə heyhatə minnəz-zillə, zillət bizdən uzaqdır. Orada demək bunu çox çətindir. Sən burada bunu itirdin. Görürsən bugün dünya nədir? Trump durdu dedi ki, siz təslim olasınız mənə. Gör nə deyir? Burada çox bir dəqiq bir məna var. İstəyirəm onu sizə çatdırım. İran xalqına deyir ki, siz mənə təslim olmalısınız. Bu mənası nədir? Yəni, başqalarını təslim eləmişik, siz qalmısınız. Siz təslim olmalısınız. Nə deyir rəhbərimiz? Həyatə minnəz-zillə. Bu İmam Hüseyin ağanın sözüdür. Orada demək bunu çox çətindir. 4 atom silahına malik olan dövlətlə üzə durasan, deyəsən ki, heyhatə minnəz-zillə. Zillət bizdən uzaqdır. Bu Əbəlfəz məktəbidir. Bu İmam Hüseyin ağanın məktəbidir. Əgər biri borcdar, xırda məsələlərdə izzətini itiribsə, ora heç vaxt gedib çata bilməz. Çata bilməz ora. Ona görə də bu xırda məsələlərimizi həll edəyək. Bu günləri qeyd edirik ki, biz izzətli yaşayaq. O izzətin zirvəsidir. İzzətin əlifbasıdır biz bugün danışırıq. Borc məsələsidir, düz danışmaqdır, şəxsiyyəti sındırmamaqdır, qorxmamaq. Bunlar xırda məsələlərdir. Dünyanın süper gücü ilə üzrə dayanasan, deyəsən ki, zillət bizdən uzaqdır. Bu, Əbəlfəz ağanın məktəbində öyrənilən bir dərsdir. Allah inşallah bu məktəbdə bizi sabit qədəm eyləsin. Allahım, sənə and verəm izzəti və cəlalı var. Əhl-i Beytin hörmətinə, aqibətimizi, axirətimizi xeyirlə elə ginə. Bizi izzətli, şəxsiyyətli möminlərdən qərar ver ginə. Allahım, sənə and verəm izzəti və cəlalı və Əhl-i Beytin hörmətinə, çətinlikdə, xüsusilə həbsdə olan qardaşlarımızı tezliklə azad eylə ginə. Allahım, İslam düşmənlərini hidayət olmurlarsa, məhv nabud eylə ginə. Allahım, sənə and verəm izzət və cəlalı və Əhl-i Beytin hörmətinə, dünyasını dəyişən əzizlərimizi, şəhidlərimizi, Kərbəla şəhidləri ilə məşhur eylə ginə. Allahım, sənə and verəm izzət və cəlal və Əhl-i Beytin hörmətinə, xəstələrimizə, xüsusilə nəzərdə olan xəstələrə şəfa inayət eylə ginə. Övladı olmayanlara övlad bəxş eylə ginə. Evi imkanı olmayanlara ev imkan bəxş eylə ginə. Allahım, sənə and verəm izzəti və cəlalı və Əhl-i Beytin hörmətinə. Bu məclisə gələn ana bacılarımızın, qardaşlarımızın qəlbinlərindən sən agahsan. Qəlblərində nə varsa, nə hacətləri varsa, hacətlərini rəva eylə ginə. Allahım, sənə and verəm izzəti və cəlalı və uca olan İslam bayrağını dünyada daha da uca eylə ginə. Alimlərimizi, xüsusilə rəhbərimizi pənahında hifz eylə ginə. Ağamızın zuhurunu təcil eylə ginə.